Xəbər verdiyimiz kimi Arzum adlı tanınan tiktoker İlduzə Hacıyeva aylardır ölkədən çıxa, Almaniyada olan övladlarını görə bilmir. Buna səbəb onun məhkəmə işinin olması, ölkədən çıxışına qadağa qoyulmasıdır. Məlum olub ki, Arzum ötən ilin iyununda Mərdəkan qəsəbəsində avtomobil qəzası keçirib. Qəza zamanı bir nəfər dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Arzum tənqidlərə reaksiya verərək qəza anının görüntülərini paylaşıb. O qəzaya özünün səbəb olmadığını bildirib. Aylardır video məndə var, səsimi çıxartmadım. Haqqıma girdilər, balama qarğış etdilər. Qarşı tərəf mənə qarşı qarayaxma etdi ki, Arzu səbəbkardır. İndi video məhkəməyə qoyulub və göstərə bilərəm. Mərdəkanda dar yolda, ancaq bir sıra maşın gedir. Düz yol gəlirəm, 60 sürətlə gəlirəm. İşığı yandırıb dönəcəyimi bildirirəm. Arxadan gələn maşın gəlib keçir, yüksək sürətlə keçir qarşı yola və qəza törədir. Çıxıb getmədim, insanlıq borcumu yerinə yetirdim. Qeyd edək ki, Bloger Cinayət Məcəlləsinin 263.2. Yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması ölümlə nəticələndikdə və 264-cü yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə təqsirləndirilir. Arzum Alman vətəndaşı ilə ailəlidir və orada yaşayır. Onun 4 övladı var. Övladları Almaniyada olan bloger onları görə bilmir. Əlinizi vicdanınıza qoyub, bu video kaydından sonra aylardır bu video məndə durur. Amma sizə çıxardıb səsimi çıxartmadım. İndi mənim haqqıma girənlər, mənim balama qarğış edənlər, mənim bu 6 ayda yaşadığımı yaşayasınız.